Zülmət gecə, sükut, gəlmir addım səsləri. Tək və səssiz gedir, ətraf sis duman. Tarix çox az yetişdirir belə kəsləri. Behbud ad qoyaraq köçdü dünyadan. Bir evdən səs gəlirdi, zənn etdi düşmən. Silahı tuşlayıb soruşdu kimsən? Heç kim yox, boşalıb kənd, fürsət bilən bir namərd boş evləri edirmiş talan. Sənə dəxli var kiməm, tez buradan sürüş, deyib sonra da işlədir ağır bir söyüş. Behbud üçün yox artıq geriyə dönüş, çəkir tətiyi verərək ölümünə fərman. O qazandı türmədə hörmət və izzət, gec olsa da amma ki aldı bəraət. İstəmədən etmişdi Behbud cinayət, onu vadar etmişdir o anda vicdan. Çox qısa yaşadı həyatda Behbud, mərdi yaşat ay vüqar, namərdi unut. Kələzeyvə budaqlı sərsürə sulut, bu kəndlər olmuşdur Behbuda ünvan. Bu kəndlər olmuşdur Behbuda ünvan. Allah Behbuda rəhmət eləsin, qəbri nurla dolsun. Behbud həqiqətən bizim elin obanın mehriban və mərd oğlu idi. O bu kəndlərin adını Azərbaycan türmələrində hörmət və izzətlə tanıtdırdı. Allah ona qəni-qəni rəhmət eləsin. Elimizin, obamızın bütün igidlərinə, şəhidlərinə Allah rəhmət eləsin.